إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وسلم فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Birinci, herkese Allah'ın selamıyla salamlayıram. Ve sonra bu güzel Ramazan bayramımızı təbrik edirəm. Allah'tan güzel adlarıyla, uca sifətləriyle istəyirəm ki, Allah Teala hem sizden hem de bizden ettiğimiz salih, güzel əməlləri qəbul eləsin. Həmçin Allah'tan istəyirəm ki, Allah Teala bizi öz qatında Ramazandan bağışlanmış, halda çıxmış qullarından etsin. Allah Teala bizi öz rəhmətindən, bizi öz səxavətindən və lütfündən ayırmasın. O hər şeyə qadirdir, eşidəndir, görəndir, biləndir və qullarının halı barədə xəbərdardır və ondan gözəl öz qullarını tanıyan yoxdur. Və sonra bil ki, insan Allah tərəfindən böyük neymətlərə ərz olunub. O neymətlər Allah tərəfindən ona verilib. Və insan o neymətin qədrini, şükrün verdiyicə Allah Teala o neyməti onun üzərində davamiyyətdə eləyir, artırır. İnsan küfr etdikcə, insan üsyan etdikcə, insan Allah'tan üst çevirdikcə Allah Teala ondan alır. Necə Rəbbimiz öz kəlamında xəbər verib ki, وَلَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Əgər şükür etsəniz, mən sizə olan neymətlərimi çoxalacam, artıracam, bərəkət verəcəm. Allahın xeyri, bərəkəti olmayan heç bir söz, heç bir əməl, heç bir ruzi, heç bir şey faydalı deyil. Əksinə o insan üçün zərərdir, insan üçün müsibətdir. Allah Teala onun bərəkətini əgər verdiyi şeydən alıbsa. Lakin verdiyi şeyi insanın yaşaması üçün, əcəlinin tamamlanması üçün, övladlarının böyüməsi üçün, qarnının tox qalması üçün verir. Çünki Allah Teala vaxtı bəlli olan, öz qatında bilinən bir əcələ qədər, bir zamana qədər insanları yaşadacaq. Onlar son kəlmələrini deməmiş, son loxmalarını yeməmiş və son sularını içməmiş ölməyəcəklər. Ona görə Allah Teala hər kəsi ruziləndirir, hər kəsə ruzi verir. Lakin bəzilərinin ruzisini, bərəkətini, bəzilərinin malını, mülkünü xeyirli eləyib. Bəzilərinin isə ruzisinin bərəkətini aparıb. Və hər kəs bunu özündə gözəl hiss edir. Və baxırsan, malın, mülkün, baxırsan, hər şeyin sənə xoş gəlir, gözəldir və onunla zövq alırsan. Ola bilər azdır, ola bilər kimlərəsə görə o heç bir şeydir. Ola bilər kimlərsə onu hər gün eləyir. Lakin sən əlində olan o neymətlə sevinirsən və fərəhlənirsən, yəqin ol və bil ki, Allah Teala sənin qəlbivə sükunət salıb və malıva bərəkət verib, sənin üçün xeyirli eləyib. Yox, əgər görsən ki, narahatsan, sənə xoşbəxtçilik gətirmir, sevinmirsən, rahat deyilsən, o malda sənin üçün heç bir saadət, heç bir xoşbəxtçilik yoxdur, ibadətlərin asanlaşmır, Allaha yaxınlaşmırsan, bil ki, Allah Teala onu sadəcə olaraq sənin başına qatmaq üçün verib. Və Allah Teala Quran-Kərimdə sənəstədricuhum min heythu la ya'lemun. Onlar bilmədikləri halda onlara istidrac eləyəcəyik. İstidrac yəni başlarını qatacaq. Verəcəyik və başları qatışacaq. Allahı unudacaqlar. Dinini, şəriətini, şükrünü, həmdini, sənasını, məscidlərini unudacaqlar. Qəflət onları uzaqlara aparacaq və günahlar içərisində boğulacaqlar, özlərini ağıllı sayacaqlar. Və bəzən
məscidə, ibadətə, Allahın evinə gələnlərə lağ eləyəcəklər, güləcəklər və deyəcəklər bunlar köhnənin, keçmişin adamlarıdır. Müasirlik belədir, müasir dövr belədir, müasir fikirlər belədir və görəcəksən özlərini ağıllı sayırlar. Amma əksinə Allah Teala onları ağılsız adlandırıb öz kəlamında, o zaman ki onları od sakin eləyəcək, o vaxt ki onları cəhənnəmə hasil eləyəcək. Onlar deyəcəklər ki, لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَاقِلُ مَا كُنَّا فِي أَصْحَابِ السَّعِيرِ. Əgər biz ağlımız kəssəydi, əgər biz görsəydik, eşitsəydik daha doğrusu, biz o dəhlindən olmazdıq. Onlar görürdülər, dünyada görürdülər. Onlar ağılları da var idi, lakin cəhənnəmə girdiklərinə görə özlərini ağılsız sayacaqlar. لَوْ كُنَّا نَسْمَعُ. Əgər eşidən olsaydıq, məyər eşitmirdilər? Eşidirdilər, səndən də yaxşı eşidirdilər. Lakin haqqı eşitmədiklərinə görə onlar özlərini qiyamət günü kar adlandıracaqlar. لَوْ كُنَّا نَسْمَعُ. Əgər eşitsəydik, əv nəqilu və ağlımız kəssəydi, özlərini səfih sayacaqlar, ağılsız. Mə kunnə fi ashab-ı səyir. Biz o dəhlindən olmazdıq. Arxasınca Allah Teala buyurur ki, fə'tərəfu bidənbihim. Öz günahlarına itiraf etdilər. Günahları nə idi onların? Ağılsız və eşitməyən olmaqları. Onların ağlı da var idi, lakin düzgün istifadə etmirdilər. Onların eşitmək orqanları var idi, eşitmək hissləri vardı, lakin düzgün istifadə etmədilər. Və səbəb Allah Teala onları da saldı. Fəsuhqan li ashab-ı səir. O da əhli uzaqlaşsın. Yəni mənim rəhmətimdən, mənim önümdən, mənim qarşımdan aparın onları, əmr eləyəcək mələklərlə. Fəsuhqa, uzaqlaşdırın. Nə üçün? Allahın verdiyi qulaqları haqqı eşitməkdən başqa hər şeyə köklədi. Hər şeyə yönətdi və hər şeyə eşitdi. Allah Teala onun üçün göndərdiyi dində ağlını istifadə etməkdənsə yönətdi faydasız şeylərə. Bəzi sözünü alim saydı, bəzi sözünü ağıllı saydı. Bəziləri dedi, dində bu nəyə lazımdır? Bəziləri dedi, əşi bu nəyə lazımdır? Bəziləri dedi ki, mən yox, belə eləyirəm. Mən belə yox, elə eləyirəm. Peyğəmbər s.ə.v qaldı qıraqda, şəriət qaldı qıraqda, Quran qaldı qıraqda və ağıllarını götürdülər. İstifadə elədilər, azdılar və azdırdılar. Allah Teala insana verdiyi böyük neymətlərdən biri də ağıldır. Hansı ki o ağılla insan Allahın xitabına, Allahın müraciətinə, Allahın kəlamına diqqət getirə bilir. Ona görə Allah Teala buyurur ki, biz Quranı ərəbcə nazil etdik ki, لَعَلَّكُمْ تَعْقِلُونَ. Bəlkə ağlınız kəsdi. Və başqa ayda Allah Teala buyurur ki, əfələ təqilun. Məyər ağlınız kəsmirmi? Və başqa ayda buyurur ki, وَمَا يَذَّكَّرُ إِلَّا أُولُوا الْأَلْبَابِ. Ağıl sahiblərindən başqa heç kəs düşünə bilməz. Allah Teala ağıllarımıza xitab edib. Lakin ağlımızı müstəqil olaraq yaratmayıb ki, hər kəs istədiyi kimi danışsın. Hər kəs istədiyi kimi yönətsin. Hər kəs istədiyi kimi başa düşsün. Əksinə, Allah Teala ağılları yaradıb və tabi eləyib onun şəriətinə. Ağılları yaradıb, Peyğəmbər göndərib. Peyğəmbər göndərib ki, ağıllar o kişiyə tabi olsun. Kitab göndərib ki, ağıllar o kitabla sağlam qalsın. Əgər ağlın kitab və sünnəyə tabi olmayacaqsa, ağlın fəsada, fitnəyə məruz olacaq. Ola bilər elə şeylər danışacaqsan ki, ola bilər elə şeylər düşünəcəksən ki, elə biləcəksən haqdır. Elə biləcəksən düzdür. Və necə kafirlər, necə bundan qabaq ki, ateistlər, necə bundan qabaq ki, Allahı inkar edənlər, Peyğəmbər s.ə.v hədislərini inkar edənlər, necə ağıllarına etimad edirlər və necə özlərini ağıllı sayırlar. Halbuki onlarda ağıldan zərrə qədər fay yoxdur. Halbuki onlarda ağıldan zərrə qədər nəsib yoxdur. Lakin Allahın verdiyi ağlı sağlam olmayan yerdə istifadə edirlər. Fikirləri, düşüncələri, danışıqları heç biri şəriətin gətirdiyi dəlillərə uyğun deyil. Əksinə, hamısı inkardır. Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri
bu məktəbin bu cür ağılı, məntiqi, mən ağıllıyam, mən çox oxumuşam, mən çox bilirəm, təfəkküründən uzaq idilər. Tabi idilər vəhyə, Peyğəmbər sallallahu aleyhi ve səlləmə. Nə dedi Allah Rasulü? Və mələklər, mədə qalə Rabbukum? Rəbbimiz nə dedi? Rəbbimiz nə xəbər verdi? Demədilər, ey Rəbbim, biz sənin yanındayıq, hər şeydən xəbərimiz var, eşidirik. Qalu la ilmə lənə. Dedilər, ey Rəbbim, bizim elmimiz yoxdur, illə məalləmtənə. Sən bizi öyrətdiyindən başqa heç nə bilmirik. Allah Taalaya tabiçilik. Və sahabələrdən Əbu Bakr radiyallahu anh, hansı ki, ümmətin imanını bir tərəzinin gözünə qoysan, Əbu Bakrın o biri gözünə qoysan, Əbu Bakr radiyallahu anh imanı ağır gələr necə Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər vermişdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin İsra və Meyrac hadisəsi var. Çoxları bu hadisədən xəbərdardır. Allah Teala İsra surəsinin 1-ci ayəsində İsra hadisəsindən bizə xəbər verib. Allah Teala buyurur ki, Subhanəl-ləzi əsra bi'abdihi leylən minəl məscidil harami iləl məscidil aqsa. Allah Teala buyurur ki, Allah öz qulunu nöqsanlardan uzaq olan mübarək Rəbbimiz öz qulunu, yəni Muhammed sallallahu aleyhi və səlləmi Məscid-il Haramdan Məscid-il Aqsaya götürdü bir gecədə. Və bu ayə dəlildir ki, Məkkə hamısı haramdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm İsra vaxtı Kəbəndə deyildi. Məkkə şəhərində idi. Allah dedi ki, haramdan qulunu götürdü. Bu deməkdir ki, Kəbə və onun ətrafı, Məkkə hamısı haram ərazidir. Orada qılınan namazlar 100 mindir. Orada günah da 100 mindir. Ona görə bəzi sələflər, bəzi salihlər gedərdilər Məkkədə 2-3 gün qalıb çıxardılar. Qorxardılar ki, bu haram ərazidə çox qalmayaq. Çünki o ərazi haramdır. Peyğəmbər sallallahu aleyhi ve sellem İsra eləyir. Allah Teala onu Məscid-il Haramdan Məscid-i Aqsaya, yəni indiki Məkkədən indiki Qüdsə götürür. Və bu xəbər kafirlərə çatır. Onlar gəlirlər, Əbu Bakr radiyallahu anh'ı yolda qarşılayırlar. Görürlər, Əbu Bakr gəlir. Və istəyirlər Əbu Bakr radiyallahu anh'ya təsir etsinlər və onu dindən döndərsinlər. Və bu kafirlərin hilələrindəndir. Onlar istəyirlər ki, dində öndə gedən azlısınlar. Çünki Əbu Bakr radiyallahu anh dönsəydi artıq Əbu Bakrın gətirdikləri də dönəcəkdi. Çünki Əbu Bakr radiyallahu demək olar ki, İslam'a gəlmiş Zubeyr ibn Avvan radiyallahu, Osman radiyallahu bildiyiniz sahabələrin çoxunun hidayət olma səbəbidir Əbu Bakr radiyallahu anh. Böyük sahabi radiyallahu anh. Əbu Bakr radiyallahu anh yolda görürlər və deyirlər, ey Əbu Bakr, sən iman etdiyin Muhammed sallallahu aleyhi və səlləm, təbii ki, onlar Muhammed deyirlər. Sən iman etdiyin kişi Muhammed belə bir iddia eləyir. Deyir ki, o bu gecə, yəni dünənki gecə Məscid Haramdan Məscid Aqsaya gedib. Bir gecədə hələ oradan Rəbbi ilə də görüşə gedib Meyraca. Hələ deyir ki, oradan ayələr gətirib və namazın fərz olmasını gətirib və Bəqərə surəsinin son ayələrini gətirib. Əmənər Rasulü bimə unzilə ileyhi min Rabbi əl-əyə. Bu ayələri gətirib, iddia eləyir. Əbu Bakr radiyallahu anh xəbəri yoxdur hadisədən. Və Əbu Bakr deyirlər ki, Əbu Bakr, bilirsən Məkkədən Qüdsə nə qədərdir? Deyir, biz o yolu piyada 2-3 ay ərzində gedirik. Biz o yolu miniyimizdə bir aya, ay yarıma gedirik. Bəzi rivayətlərə daha çox gəlib. Sənin dostun deyir ki, onu bir gecədə gedib gəlib. Nəinki bir gecədə oraya gedməkdən danışır. Hələ 7 qat səmadan danışır. Danışır, deyir, Sidrətül Muntaha gördüm. Cəbrail mənə apardı, fulanlar, falanlar danışır. Əbu Bakr radiyallahu anh ağlına müraciət edir. Əbu Bakr radiyallahu anh ağlından çaşdırmaq istəyir. Əbu Bakr radiyallahu anh'a onlar düz dəlil gətirir. Deyirlər, ay Əbu Bakr, buradan bura nə qədər gedirsən? Bu qədər vaxtda. Muhammed də insandır. O deyir ki, mən bir gecədə gedib gəlmişəm. Əbu Bakrın ağlına müraciət edirlər.
ki çaşdırsınlar. Lakin ağıl olaraq, hüccət olaraq, dəlil olaraq ağıl kimi qalır vəhyə tabi olanda. Ağıl ki, vəhyə tabi deyil, artıq o azmış bir şeydir. Əbu Bakr radiyallahu anh deyir ki, xəbərim yoxdur hadisədən. Amma Muhammed sallallahu aleyhi və səlləm dəqiq deyib ki, bu hadisə olub, deyib, bəli. Deyir, əgər deyibsən, mən iman etmişəm. Ağla qayıtsaydı Əbu Bakr, deməlidir ki, siz düz deyirsiniz. Gözünün gördüyü, özünün bildiyi elmə qayıtsaydı Əbu Bakr, deyəcəkdir, siz düz deyirsiniz. Özünün bildiyi, gözünün bir gördüyünə yox, Rəbbinin xəbər verdiyinə qayıtdı. Dedi, qardaş, biz elə gedirik. Səninlə mən elə gedirik yolu. O Muhammeddir sallallahu aleyhi və səlləm. Və sonra imanını təsdiqləməmiş, təsdiqləməyə daha doğrusu yetməmiş kimi, dedi, bilirsiniz nə var? Nəinki o bir gecədə Məscid Haramdan Məscid Aqsaya gedib, oradan Rəbbinlə görüşə gedib. Nəinki, mən bundan da böyüyünə inanmışam. Mən inanıram ki, ona göydən xəbər gəlir. Hər gün, hər hadisəyə uyğun göydən ona xəbər gəlir, mələk gətirir, aparır, gətirir, aparır. Bu ondan da əzəmətlidir, mən ondan da böyüyünə iman gətirmişəm. Və Peyğəmbər sallallahu aleyhi ve sellem səhər açılır, xəbər yayılır ki, bəs müşriklər Əbu Bakr radiyallahu anh'a təsir eləmək istəyirlər. Necə bəzi səfihlər görürlər nəsildə, eldə, sən hidayət olan, gəlirlər, başlayırlar səni qurdalamağa. Əşibəs İslamda belə, əşibəs belə. Əşibəs belə, əşibəs belə. Deyirəm, iman etdim. Mən təslim olmuşam Allaha. Necə Əli radiyallahu anh'ın yanına gəldirlər ki, necə yəni ya Allah hamını birdən hesaba çəkəcək. Bu insanların ağlına xitabdır. Çünki həqiqətən də insan hesaba çəkə bilməz də hamını bir-bir. Əli radiyallahu anh deyir ki, necə hamısını eyni vaxtda ruziləndirə bilir? Hələ də hesaba çəkəcək. Yəni, eyni anda hamını ruziləndirə bilir. Hesaba çəkə bilmir. Fikir versən, qayıdır imana. Və bu hadisə, hansı ki, Əbu Bakrla müşriklər arasında olmuşdu, Peyğəmbər s.ə.və çatır. Və deyirlər ki, Əbu Bakr belə dedi. Peyğəmbər s.ə.və deyir ki, Sıddiq. Sıddiq da Əbu Bakr. Sıddiq yəni sadiqdən də üstün. Peyğəmbərlərdən sonra ikinci mərtəbədir. Sıddiqlik Peyğəmbərlərdən sonra ikinci mərtəbədir. Şəhidlərdən üstündür. Sıddiq mərtəbəsi şəhiddən üstündür. Hər bir sıddiq şəhiddir, amma hər şəhid sıddiq deyil. Hər bir Peyğəmbər də sıddiqdir, amma hər sıddiq Peyğəmbər deyil. Allah təala buyurur ki, "Ulaika ma'allazina an'ama Allahu alayhim." Onlar, yəni iman edənlər, nemət verdiyim kəslərlə bərabər olacaqlar. Minən nəbiyyin. Sıralayır Peyğəmbərlər. Və sıddiqin, sadiqlər. Və şühədə, şəhidlər və salihin. Sonra salihlər. Sonra buyurur ki, həsunə ulaikə rafiqə. Onlar gözəl dostlar. Ona görə ağıl vəhyə tabi deyilsə, o səfəhədir. Ama səfihlikdir. Ağıl vəhyə tabidirsə, sağlamdır. Ağıl vəhyə, kitaba tabidirsə, sağlamdır. Tabi deyilsə, o xəstə bir ağıldır. Danışacaq, də gəldi deyəcək, inanacaq birinə inanmayacaq. Necə bəziləri, gəldi deyir, qardaş, mən də müsəlmanam, amma nəsə bu mənə çatmır. Şeyxülislam rahiməhullah deyir ki, birdən, ən birinci deyir ki, heç vaxt sağlam ağılla sağlam dəlil zid gələ bilməz. Sağlam ağılla sağlam dəlil zid gələ bilməz. Əgər birdən sağlam dəlilə ağıl zid gəldirsə, ikisindən biri xarabdır. Quran və Peyğəmbər sallallahu aleyhi ve sellem xəstə və sağlam olmayan fikirlər daşıyıb insanlara çatdıra bilməzlər. O zaman ağlımız ittiham olunur. Ağıl müstəqil deyil, ağıl tabidir. Nəyə? Nəyi ki Allah göndərib ona, nə ki ağılın Rəbbidir. Ağıl da Allahın bir quludur, yaradıb onu. Ağıl da Allahın bir quludur. Allah o qulu insanlar üçün ram eləyib. Biz ondan istifadə edirik. Necə görmək, necə eşitmək, necə bilmək.
Və Allah Teala ağıllarımızı səlim eləsin, sağlam eləsin, kitab və sünnəyə tabi eləsin. Allah Teala bizim ağlımızı azdırmasın, çaşdırmasın, xata və yanlış fikirlərə yönətməsin və qəlbimizi sabit eləsin, sabit saxlasın. Amma qaldı ağlın yeri barədə alimlər ixtilaf ediblər. Doğru olan budur ki, insanın ağlı qəlbindədir. Və doğru olan budur. Necə Allah Teala buyurur ki, onlar qəlblərində olan ağılları ilə düşünmürlər. Və qəlb ağlın yeridir. Allahu aləm, lakin baş da rol oynayır. Onun da öz necə deyərlər, işi var, öz görəvi var. Lakin məsələlərin həll yeri, məsələlərin götür-qoy yeri, məsələlərin düşünüldüyü yer, məsələlərin olar-olmaz deyə tartışılan yeri insanın qəlbidir. Allah daha doğrusunu bilir. Allah'tan istəyirəm ki, Allah Teala bizim etdiyimiz ibadətləri, tutduğumuz orucları, həmçinin qıldığımız namazları, həmçinin etdiyimiz duaları qəbul etsin. Allah övladlarımızı, həmçinin başqa müsəlman qardaşlarımızın, bacılarımızın övladlarını salihlərdən etsin. Allah Teala ölmüş valideynlərimizə rəhmət eləsin. Allah Teala onların günahlarını bağışlasın, əff eləsin. Həmçinin Allah'tan istəyirəm ki, Allah Teala borcu olan müsəlmanların borcunu versin, xəstə müsəlmanlara şəfa versin. Allah Teala ölkəmizi və başqa müsəlman ölkələrini xətadan, baladan, şər insanların şərindən qorusun. Allah ölkə başçımızı və ölkəmizi qorusun. Allah Teala vətənimizi əmin-amanlıq diyar eləsin. Allah'tan istəyirəm ki, Allah Teala məscidimizi və həmçinin başqa müsəlman məscidlərini qorusun. Və aqulu mə təsməun. Thumma estağfirullah li və lakum və lisa'iril muslimin min kulli dənbin fəstəğfiruh. İnnehu vel-ğafurur rahim. Bismillah, elhamdülillah, salatu vesselamu ala Resulullah. Aqimus salat.